Həyatı qurandan sonra ki, hər şey gözəl oldu. Əvvəl gözəl olmayan nə idi? Çox əziyyət çəkmişəm Yalçın bəy, həddindən artıq. Yəni elə meyvə olub ki, mənə ilk dəfə yoldaşım alıb onu, mən çoxunu dadmamışam. And olsun bəy sana. Məsəl üçün, bax inanın mən bunun dadını bilməmişəm. Təsəvvür edin ki, Yalçın bəy, mən yemək olmayıb, o bizim zonada olur, bəlkə indi biləsiniz, cincilim eşitmisiniz? Cincilim, pencər. Heç onu bişirmək yağım, mən gedirdim, əlimdə duz aparırdım, əlimə duz tökürdüm. O duzu aparıb gedirdim, o cincirimi üzürdüm dibindən, onu duzluyurdum, yeyirdim. Toylara da gedəndə mən kabab yeməmişəm ki, mənim evdə bacılarım yeməyib. Mən bayaq istəməm söhbətə qayıdan, böyük bacımdan neyinci yeyirəm? Deyirəm, mən kabab yemirdim. Mən evə gəlib alça duza batırıb yeyirdim ki, qarın tox olsun, daha heç nə yeməyim. Ondan sonra da təzyiqim də düşürdü, halım da dəyişirdi, gözümü açırdım ki, mağazində yatmışım, elə bildim orada yatmışam. Nə ola bilər ki, bacı-bacıdan küssün, incisin? Mənim böyük bacım biraz tez küsür. Deyirəm, biz elə pis böyümüşük. Mən böyük bacıma demişdim. Deyirəm, biz pis böyümüşük, biz acısız böyümüşük. Bizim ata xəstə adam olub, ana rəhmətə gedib. And olsun Allaha, mən verişlərin birindən dedim ki, mən oğurluq eləmişəm, deyirlər ki, oğladı. Elə oğul, mən əmimin evindən yemək uğramışam qardaşım üçün. Bizə yemək də verən olmur qardaşım. Mən burada danışıb deyəcəklər, o elə yenə aşı tökdü, danışdı. Allah heç kimə göstərməsin mənə, heç bir uşağa Allaha dua eləm, düşmənimin balası, düşmənim yoxdur. Ümumiyyətlə deyirəm, Allah onun balasına belə mənim uşaqlığım, yaşadığımı o yaşamasın. Ac, susuz, nə bilim, dəhşətdə bir sözdür. Ailə həyatı qurmağı necə oldu? Bəs həyat yoldaşınla necə tanış oldun? Böyük bacım artıq gəlmişdi Bakıya, işlərimlə əlaqədar olaraq.